Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu alə nəbiyyina Muhammed və alə alihi və sahbə ecmaîn. Esselamu aleykum əziz müsəlmanlar. Demək, keçən dərsə qaldığımız yerdən davam edirik. Növbəti dərsimiz Əd-dərsu əth-thalithu və yaxud da Əd-dərsu thalithu. Üçüncü dərs. Bu dərsimizdə biz yeni bir qrammatik qayda ilə tanış olacağıq. O da əlifləm artiklıdır. Əlifləm. Demək, bu artikl çox eşitmisiniz yəqin, müəyyən sözlərin qarşısında işlənir. Məsələn, əl-məkan, əl-beyt, əl-kitəb və s. Əlif-ləm artiklı gələn sözün sonunda tənvin düşür. Məsələn, burada yazılıbdır. Beytun, əl-beytu. Hər hansı bir ev, müəyyən bir ev. Demək, əlif-ləm olmayan sözlər qeyri-müəyyənliyi bildirir. Adətən bu belədir. Adlar, susadlar çıxmaq şərti ilə. Lakin əlif-ləm artırılan sözlər isə müəyyənliyi ifadə edir. Bizim dilimizdə təəssüf ki, bu qayda yoxdur. Yəni, qarşılıqlı olaraq izah etmək üçün ölkəmizdə bir çox deməli, tələbələrin öyrəndikləri və istifadə edilən dillərdən biri də ingilis dilidir. Ona görə ingilis dilindən paralel müqayisə aparsam, yəqin ki, anlaşılan olar. Məsələn, biz danışırıqsa hər hansı bir stoldan, mən orada deyirəm table, məsələn. Hər hansı bir stol. Lakin qəsdim artıq, məsələn, otaqdakı qara stollusa və yaxud da göy stollusa, onun haqqında ikimiz də danışırıq və sonradan mən deyirəm ki, o stolu mən istəyirəm. Artıq orada the artiklı artırılır. Çünki artıq qarşıdakı insan da məni anlayır, hansı stoldan söhbət gedir və mən də bilirəm. Orada artıq biz the table işlədirik. Biri var, mən deyirəm ki, mən stol istəyirəm. Burada müəyyən bir stol yoxdur. Stol hər hansı bir stol ola bilər. O insan mənə qara stol, göy stol, balaca, böyük və s. hər hansı bir ölçüdə və yaxud da rəngdə stol gətirsə, artıq mənim istəyim yerinə yetirilmiş olur. Ancaq mən desəm, müəyyən bir stol, yəni the table, o zaman artıq ona da, mənə də məlum olan müəyyən bir stoldan söhbət gedir və həmən insan məhz o stolu mənə gətirməlidir. Eyni şəkildə də qələmə də aiddir, evə də aiddir və s. digər deməli, ünsürlərə, əşyalara aiddir. Məsələn, beytun, hər hansı bir ev, əl-beytu artıq sənin də, mənim də bildiyim müəyyən bir evdən söhbət gedir. Kitabun, hər hansı bir kitab, əl-kitabu, müəyyən bir kitab. Qalamun, hər hansı bir qələm, əl-qalamu, müəyyən bir qələm. Cəməlun, hər hansı bir dəvə, əl-cəməlu, müəyyən bir dəvə. Bəli, indi isə keçək misallara. Burada artıq hər dəfə əlifləmli söz oxuyanda mən orada müəyyən sözünü işlətməyəcəm və bizim dilimizdə bu uzunçuluq olur. Sadəcə olaraq sözü tərcümə edəcəm. Lakin izah üçün burada dedim ki, siz də biləsiniz, yəni beytundan əl-beytunun fərqini. Demək, misallara keçək. Əl-qələmu məqsurun. Qələm, məqsurun sınıq deməkdir. Qələm sınıqdır. Əl-bəbu məftuhun. Qapı açıqdır. Məftuhun açıq deməkdir. Əl-vələdu cəlisun. Uşaq oturubdur. Vəl-müdərrisu vaqifun. Və müəllim ayaq üstədir. Vaqifun ayaq üstə deməkdir. Növbəti misalımıza keçək. Demək. Əl-kitabu cədidun. Kitab yenidir. Vəl-qələmu qadimun. Və qələm isə qədimdir, yəni köhnədir. Əl-himəru sağirun. Uzunqulaq balacadır. Vəl-hisanu kəbirun. At isə böyükdür. Əl-kursiyyu stul və yaxud da kürsü və yaxud da oturacaq. Hamısı onlar eyni mənanı ifadə edir. Əl-kursiyyu məqsurun. Oturacaq sınıqdır. Az öncə keçmişdik yuxarıda qələm sözündən yanaşı gəlmişdi. Əl-mindilu vasixun. Mindil, yəni yaylıq və yaxud da dəsmal. Vasixun, çirklidir.
Əl-məu burada bəzi çaplarda deməli yazıda əl-məu sözündə burada həmzədir. Yaxşı yazılmayıb. Baxın belə yazılıb. Əl-məu bəridun. Su soyuqdur. Əl-qaməru cəmilun. Ay gözəldir. Əl-beytu qaribun vəl-məscidu bəidun. Ev yaxındır. Vəl-məscidu və məscid isə bəidun uzaqdır. Fikir verdinizsə, buradakı sözlər deməli adətən antonimlər verir, yəni bir-birinə qarşılıqlı işlənən sözlərdir. Ona görə əzbərləmək inşallah çətinlik törətməməlidir. Əl-həcəru thəqilun. Daş ağırdır. Vəl-varaqu xafifun. Demək, daş ağırdır, vərəq isə yüngüldür. Əl-ləbənu hərrun. Süd istidir. Bizdə də var hərarət sözü. Əl-qamisu nazifun. Köynək təmizdir. Demək, bəzi sözlər bizim dilimizdə mövcuddur. Düşünürəm ki, əzbərləyəndə çətinlik törətməməlidir. İnşallah da törətməyəcək. Məsələn, burada kəbirun, Allahu Əkbər sözündə böyük mənasını ifadə edir. Qadimun sözü var. Kitab, qələm bunları heç deməyə ehtiyacı yoxdur. Sonra xafifun sözü var. Türk dilindən bir çoxları bilir. Hərrun hərarət sözüdür. Və s. bu tipli sözlər bizim dilimizdə də işlənir. Elhamdülillah. Növbəti dərsimizdə Allahın izni ilə bu dərsimizə davam edəcəyik. Ona görə də sözləri yaxşı əzbərləyin. Çünki sözləri əzbərləmədən dərsin bu çalışmalarını oxumaq demək olar ki, mənasızdır. Həm hərəkələri düzgün qoya bilməyəcəksiniz, həm də tərcümə etmək çətin olacaq. Allah asanlaşdırsın. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.